Mən sizə bir şey deyim, o müasir tibb bilimi çox inkişaf edib və elə bilməyin ki, çox adam deyir Azərbaycanda həkim yoxdur. Bu çox absurd sözlərdir. Ümumi sözlərdə olur. Azərbaycanda olan qüvvəli həkimlər heç başqa ölkələrdə yoxdur vallahi. Mən bilirəm, mən tanıyıram. Məsələn, heç yazığın adını çəkən də yoxdur. Heç bilən də yoxdur. Amma o savadsızların reklamı güclü olduğu üçün o qabağa çıxır. Məni düz başa düşün. Azərbaycanda çox qüvvəli alimlər var. Çox qüvvəli, açıq deyim, elm adamları var. O savadsız adamları gətirirlər, onun başına qoyurlar. Və fikir verirsən nətərdir? Çox üzr istəyirəm. Dəvəni eşeğin quyruğuna bağlayıb aparırlar. Dəvə çərliyir, ölür axı. Təəssüflər. Budur. Ədalət, düzgünlük olmasa yaşamaq mümkün deyil. Bilirsən düzgünlük nədir? Düzgünlük türklərdə olub. Biz türkük. Keçən əsrdə sən bilirsən ki, dünya elminin, fəlsəfəsinin dahisi olan Hegel gör nədir? Deyir, ey insanlar, dünyaya türkdən bir padişah seçin. Dünyaya ayrıca bir dövlətə yox, balaca bir dövlət. Dünyaya türkdən bir padişah seçin. O ədalətlə, vicdanla, haqla, dürüstlüklə idarə edəcəkdir. Niyə demir özü Alman idi, bir Almandan seç? Almanın nə olduğunu bilirdi. Eyni fikirləri Jung da işlədir. Jung da eyni fikirləri işlədir. Bəli. Türk ədalətlidir, vicdanlıdır, dürüsttür, haqdır, haqqı deyəndir, haqla gedəndir.